Salam dəyərli müəllimələr. Bu günləri sizlər üçün 9-cu sinif 9-cu mövzu əlvan texnologiya dərsindən əlvan metallardan məftillər, mis məftildən asma bəzək dərsinin izahını verəcəm. Dəyərli müəllimələr, əvvəlcə gəlin görək məftil nəyə deyilir? Məftil en kəsiyi dairə, kvadrat, üçbucaq şəklində olan nazik metal saplara deyilir. Məftillər poladdan, alüminiumdan, misdən və latundan olur. Bunu biz 5-ci sinifdə öyrənmişdik. Deməli, 9-cu sinifdə isə dəyərli müəllimələr, 9-cu sinifdə məftil hansı əlvan metallardan hazırlanır deyəndə, məftil misdən, alüminiumdan, sinkdən, latundan və müxtəlif əlvan metallardan hazırlanır. Dəyərli müəllimələr, bilirik ki, hər növ məftil rəngli rezin örtüklə üzlənə bilər. Hər növ məftil. Əvvəlcə gəlin dəyərli müəllimələr, mis məftilə baxaq görək, mis məftil necə məftildir? Mis məftil qırmızımtıl narıncı rəngə malikdir. Vaxt getdikcə də oksidləşərək qaralır. Yəni, nazik mis məftil həm plastik və kövrəkdir, yəni bir yerdən bir neçə dəfə əydikdən sonra qırılır. Sonra toxuma və hörmə işlərində də mis məftildən istifadə etmək, amma daha məqsədə uyğundur. Yəni, toxuma və hörmə işlərində mis məftildən istifadə etmək daha məqsədə uyğun hesab edilir. Deməli, mis məftillərdən olan məmulatlar, bilirik ki, dəyərli müəllimələr, formasını pis saxlayır, amma asanlıqla deformasiya uğrayır. Deməli, mis məftildən olan məmulatlar formasını pis saxlayır və asanlıqla deformasiya uğrayır. Sonra, mis məftildən olan hazırlanan dekorativ işlərdə, yəni diametri 0,3-1 mm-də olan məftillərdən istifadə olunur. Bəs alüminium məftil necə? Buna baxalım. Alüminium məftil gümüşü ağ rəngdədir, parıltısı yoxdur və qaralmır. Bax, dedik, mis məftil oksidləşərək qaralır, plastik və kövrək olur. Amma alüminium məftil isə gümüşü ağ rəngdə olur, parıltısı yoxdur və qaralmır. Kifayət qədər də bilirik ki, alüminium məftil yumşaqdır. Yəni, müxtəlif işlərdə istifadə etmək olar. Alüminium məftillərdən istifadə etmək üçün daha yaxşı əlverişli sayılır. Çünki alüminium məftilləri alətin köməyi ilə asanlıqla əyilir. Çəkiclə yaxşı yastılamaq olur. Alüminium məftildə də dekorativ işlər görmək üçün diametri 1,5-2 mm olan məftil seçmək lazımdır. Daha məqsəd uyğun deməli sayılır 1,5-2 mm diametri olan məftillər, alüminium məftillər. Bəs latun məftil necə? Latun məftil parıltılı qızılı rəngdə olur. Zaman getdikcə də qaralır. Bax, latun məftil də qaralır, mis məftil də qaralır, sonra deməli, amma alüminium məftil qaralmır. Latun məftil parıltılı qızılı rəngdə olur, zaman getdikcə də qaralır. Latun məftil korroziya davamlıdır, möhkəm və plastikdir. Mis məftil plastik və kövrəkdir. Latun məftil isə dəyərli müəllimələr, möhkəm və plastikdir. Latun məftil. Deməli, kiçik dekorativ elementlərin hazırlanmasında da latun məftildən istifadə olunur. Yəni, latun məftil təbii rəngini saxlamaq üçün məmulatın üzərinə şəffaf lakla örtürlər. Təbii rəngini saxlaması üçün. Dekorativ işlərdə də diametri 1 mm olan latun məftildən istifadə edirlər. Bəs indi baxalım görən sink məftil necə? Sink məftil mavi çalarlı gümüşü rəngdədir. Sink məftilində parıltısı yoxdur. Möhkəmdir, kifayət qədər də elastikdir. Sink məftildə möhkəm və elastikdir. Alətin köməyi ilə sink məftildə, bax dəyərli müəllimələr, alətin köməyi ilə asanlıqla əyilir. Dekorativ işlərdə də diametri 0,4, 0,6, 1 və ya 2 mm olan sink məftildən istifadə edirlər. Bəs rəngli örtüyü olan nəbətatlı məftil necə məftildir? Deməli, bütün bu sadaladığımız məftillər var, alüminiumdur, misdir, latundur, sinkdir. Bütün bu məftillərdən hamısından ən nazik, daha nazik olanı, dekorativ məqsədlər üçün istifadə olanı da rəngli örtüyü olan nəbətatlı məftildir.
Çünki bu məftillərin ən nazik rəngli örtüyü olan nəbatatlı məftilidir. Yəni nəbatatlı məftillə həcmli kütlə yaratmaq üçün yaxşı burulur. Nəbatatlı məftil. Sonra nəbatatlı məftildən kiçik muncuq, balıq qulağı kimi kiçik ölçülü bəzək elementlərini də asmaq olur. Çünki deməli məftildən hazırlanacaq məmulatlar üçün dekorativ elementlərdə, məsələn, təbii materiallardan seçilirsə, məlumatları seçiləndə daha yaxşı, yaraşıqlı olur, zərif olur. Təbii məmulatlardan seçiləndə. Sonra, yəni, məsələn, müxtəlif ölçülü, rəngli şüşə muncuqlardır, balıq qulağıdır, ipək qotazlardır. Bunlar, dedik, təbii elementdən seçiləndə daha yaxşı, zərif olur, yaraşıqlı olur. Bunun üçün də təbii bəzək üçün rəngli şüşə muncuqlardan, balıq qulağından, ipək qotazlardan istifadə olunur. Məftil ilə iş zamanı da, bax, yastı ağız kəlpətindən, girdə ağız kəlpətindən, iti ağız kəlpətindən, çəkişdən və yeyədən istifadə edirlər. Yəni, məftillə iş zamanı. Bəs yaxşı, dekorativ asma bəzəyi necə hazırlamaq olar? Dekorativ əsma bəzəyi hazırlamaq üçün əsas işimiz məftili düzgün vurmaqdır. Bax, dəyərli müəllimələr, bu testlərdə də düşür. Məftili əsas iş, məftili düzgün vurmaqdır. Asma bəzəyində hazırlanmasında bizə hansı resurslar tələb olunur? Diametri 1 mm. Yəni, o sizə D bərabərdir 1 mm-də düşəcək. Diametri 1 mm olan mis məftildə iri balıq qulağından, şüşə muncuqlar, qırmızı rəngli ipək qotazlar, ağ rəngli qalın sap lazımdır. Girdə ağız kəlpətin lazımdır. Direl lazımdır. Kiçik diametrli burğu, bir də bizə nə lazımdır dəyərli müəllimlər? Bir də çəkic lazımdır. Sonra, deməli, gəlin asma bəzəyin hazırlanma texnologiyasına mərhələlərlə baxaq. Bax, dəyərli müəllimələr, əvvəlcə kiçik mis məftilin parçası kəsirik, sonra onun mərkəzini tapırıq. Tapdıqdan sonra məftili elə əyirik ki, ilgək alınsın. Sonra ikinci mərhələdə biz məftilin uclarından tutub və bir-birini əks istiqamətdə aralayırıq. Bu zaman ortada kiçik ilgək yaranmışdır. Yaxşı olar ki, dəyərli müəllimələr, şəkillərə diqqətlə baxın. Çünki şəkildə düşür, təhlükəsizlik qaydalarını oxuyun, təhlükəsiz göz yaddaşı ilə yadda saxlayın, şəkildə düşə bilər, təhlükəsizlik qaydaları da düşə bilər. Üçüncü mərhələdə nə edirik? Üçüncü mərhələdə bir əlimizlə ilgəyi möhkəm tutur, o biri əlinizlə məftilin uclarından tutaraq onları müxtəlif istiqamətdə aralayırıq. İlgəyi isə səlqə ilə çevirir və məftili eşirik. Eşdikdən sonra dördüncü mərhələdə həmən kiçik bir hissəni bururuq. Burğunun bərabər ölçüsü olması üçün yoxlayırıq. Sonra düzəldib məftilin uclarını müxtəlif tərəflərə aralayırıq. Araladıqdan sonra 5-ci mərhələdə nə edirik? Girdağız kəlpətinlə məftilin ucunu sıxıb və bururuq. Sonra 6-cı mərhələdə həmən o məftilin burulmuş ucunu halqa alınana qədər yavaş-yavaş əyirik. Öyrəndikcə bunları, izaha qulaq açdıqca şəkillərə diqqətlə baxın. 7-ci mərhələdə də məftilin əvvəlcə birinci ucunu əl ilə, səliqə ilə üzlüyün ətrafında eşirik. Həmən o üzüyün, dairəvi alınmış üzüyün ətrafında eşirik. Sonra məftilin ikinci ucunu da 2 burum dolayıb, ondan sonra yeni qaydada yenə eşirik. Doladıqdan sonra yenə eşirik. 8-ci mərhələsində isə alınan pəstahı çəkiclə yaslayırıq. Sonra 9-cu mərhələdə direl vasitəsilə balıq qulağının üst hissəsində 2, alt hissəsində 3 simmetrik kiçik ölçülü deşik açırıq. Bax, deşiklər direllə açılır. Balıq qulağının üst hissəsində 2 deşik açılır. Alt hissəsində isə 3 simmetrik kiçik ölçülü deşiklər açılır. 10-cu mərhələdə həmən açılmış deşiklərə ağ sap keçiririk. Ağ qalın sapdan bilirsiniz də istifadə etməliyik. Balıq qulağının alt kənar deşiklərindən 2 ədəd mavi rəngli kiçik şüşə göz muncuqları asırıq. Bax, deməli, balıq qulağının altında astığımız deşiklərin ikisinə mavi rənglində şüşə göz muncuğu asırıq. 11-ci mərhələsində isə balıq qulağının üst deşiklərində olan sapları məftilin burulmuş uclarına bağlayırıq. Bax, balıq qulağının üzərində üst deşiklərindəki deşiklərdə olan sapları məftilin burulmuş uclarına bağlayırıq. Sonra məftildəki halqalara balıq qulağının aşağı orta deşiyinə qırmızı rəngli ipək qotaz bağlayın.
ortada olan var. Hər iki göz muncuğunun arasında ortada olan deşik isə qırmızı qotaz bağlayırıq və asma bəzəyimiz hazırdır. Bu üsulları öyrənən 12 üsulu var. Bu 12 üsulu yerinə yetirdikdən sonra asma bəzəyimiz hazırdır. Hazır olan bəzəkləri, asma bəzəkləri mənzillərdə, bağlarda və iş otaqlarını bəzəmək üçün istifadə edə bilərik. Dəyərli müəllimələr, bunu niyə ardıcıllıqla sizə deyirəm? Ola bilər ki, imtahanda əsas da miqcilər üçün düşə bilər ardıcıllıqla. Ona görə də şəkillərə diqqətlə baxın, təhlükəsizlik qaydalarını oxuyun və göz yaddaşı ilə yadda saxlayın.